Jake is a student in 6th grade. He gets up at 6:30 a.m. and has a delicious breakfast with his family. He takes the yellow bus to school where he has his classes. Jake 6-cı sinif şagirdidir. O səhər saat 7-nin yarısında oyanır və ailəsi ilə birlikdə ləzzətli bir səhər yeməyi yeyir. Daha sonra sarı avtobusuna minib məktəbə gedir və dərslərində iştirak edir. At lunchtime, Jake has lunch in the school cafeteria. After school, he plays basketball with his friends. He then goes home and does his homework. Nahar vaxtı Jake məktəbin yeməkxanasında nahar edir. Məktəbdən sonra dostları ilə basketbol oynayır. Daha sonra isə evə gedib ev tapşırıqlarını edir. In the evening, Jake watches TV shows for a while. After that, he has dinner with his family. Before going to bed, he takes a shower and reads a book. Then he goes to sleep at 10 p.m. Axşam Jake bir müddət televiziya verilişlərinə baxır. Daha sonra isə ailəsi ilə birlikdə şam yeməyi yeyir. Yatmazdan əvvəl duş alır və kitab oxuyur. Axşam saat 10-da isə yatır. The passage is mainly about. Mətn əsasən haqqındadır. Jake's weekend hobbies. Jake'in həftə sonu hobbiləri, məşğuliyyəti xeyir. Jake's daily routine. Jake'in gündəlik həyatı, bəli. Jake's favorite school subject. Jake'in sevdiyi məktəb fənni xeyir. Jake's family members. Jake'in ailə üzvləri. Doğru cavab B variantıdır. Which statement is true according to passage? Mətna uyğun doğru fikri seçin. Jake wakes up at 7:30 a.m. Jake saat 8-in yarısında oyanır, xeyir. Jake takes the yellow bus to school. Jake məktəbə sarı avtobusla gedir, bəli. Jake eats lunch at home. Jake evdə nahar edir, xeyir. Jake plays soccer after school. Jake məktəbdən sonra futbol oynayır. Doğru cavab B variantıdır. Complete the sentence according to passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Jake has breakfast with. Jake səhər yeməyi yeyir. Kim ilə? His family, ailəsi ilə. Bəli. His classmates, sinif yoldaşları ilə. Xeyir. His teacher, müəllimi ilə. Xeyir. His neighbors, qonşuları ilə. Xeyir. Doğru cavab A variantıdır. Choose the correct answer to the question. Suala düzgün cavab verin. What does Jake do in the evening? Jake axşam nə edir? He plays basketball. Basketbol oynayır. Xeyir. He does his homework at school. O ev tapşırıqlarını məktəbdə edir. Xeyir. He watches TV for a little while. O biraz televizora baxır. Bəli. He wakes up early. O erkən oyanır. Doğru cavab C variantıdır. Write one adjective from the passage which characterizes the word breakfast. Write one word only. Mətndə breakfast sözünü xarakterizə edən sifəti tapmaq tələb olunur. Doğru cavabımız delicious sözüdür. Sleep is very important for our health. Yuxu sağlamlığımız üçün çox vacibdir. People should sleep for 8 hours every night. İnsanlar hər gecə 8 saat yatmalıdır. Good sleep helps our body and mind stay strong and healthy. Yaxşı yuxu bədənimizin və beynimizin güclü və sağlam qalmasına kömək edir. When we do not get enough sleep, we feel tired and weak during the day. Kifayət qədər yatmadıqda gündüz yorğun və zəif hiss edirik özümüzü. When we sleep, our brain rests. Yatarkən beynimiz dincəlir. After a good sleep, we feel fresh and ready for the day. Yaxşı bir yuxudan sonra özümüzü təravətli və hazır hiss edirik. Sleeping well helps students learn better at school. Yaxşı yuxu şagirdlərin məktəbdə daha yaxşı öyrənməsinə kömək edir. It improves memory, focus and energy. Bu yaddaşı, diqqəti və enerjini artırır. People who sleep well can work, study and play more actively. Yaxşı yatan insanlar daha fəal işləyə, oxuya və oynaya bilərlər. Sleeping late is not good for our health. Gec yatmaq sağlamlıq üçün yaxşı deyil. It can make people feel tired, lazy and sleepy in the morning. Bu insanları səhər yorğun, halsız və yuxulu hiss etdirə bilər.
It can also make it hard to focus on school or work. Həmçinin məktəbdə və ya işdə diqqəti cəmləməyi çətinləşdirə bilər. To stay healthy, go to bed early, wake up on time and get enough sleep every night. Sağlam qalmaq üçün erkən yatmaq, vaxtında oyanmaq və hər gecə kifayət qədər yatmaq vacibdir. A regular sleep routine helps us feel better and stay happy and strong. Nizamlı yuxu rejimi bizə daha yaxşı hiss etməyə və güclü, xoşbəxt qalmağa kömək edir. The passage is mainly about, mətn əsasən nə haqqındadır? The importance of sleep, bəli, yuxunun əhəmiyyəti. How to exercise daily, gündəlik idman etməyin yolları, xeyr. Why people feel tired, niyə insanlar özlərini yorğun hiss edirlər, xeyr. Ways to improve memory, yaddaşı yaxşılaşdırmanın yolları, doğru cavab A variantıdır. Choose the correct answer to the question. Suala düzgün cavab seçin. What happens when people sleep well? İnsanlar yaxşı yatanda nə baş verir? They feel tired in the morning. Onlar səhərlər yorğun hiss edirlər. Xeyr. They do not need to eat much. Onlar çox yeməyə ehtiyac duymurlar. Xeyr. They need to take more naps. Daha çox yatmağa ehtiyac duyurlar. Xeyr. They can focus and learn better. Onlar diqqətlərini cəmləməyə və daha yaxşı öyrənə bilirlər. Doğru cavab D variantıdır. Complete the sentence according to passage. Cümləri mətnə uyğun tamamlayın. Sleeping late can make people feel. Gec yatmaq insanlara nə hiss etdirə bilər? Happy and fresh, xoşbəxt və təravətli. Strong and healthy, güclü və sağlam. Tired and sleepy, yorğun və yuxulu. Ready to study, oxumağa hazır. Doğru cavab C variantı. Which statements are true according to the passage? Doğru fikirləri seçin. Mətnə uyğun olaraq. People should sleep for 8 hours. İnsanlar 8 saat yatmalıdırlar. Bəli. Sleeping well helps students learn better. Yaxşı yatmaq şagirdlərə daha yaxşı öyrənməyə kömək edir. Doğrudur. Sleeping late is good for health. Gec yatmaq sağlamlıq üçün yaxşıdır, xeyr. The brain doesn't need rest. Beynin istirahətə ehtiyacı yoxdur. O da yanlış fikirdir. Doğru cavab 1-2 A variantıdır. Which word from paragraph 3 best fits the following definition? Mətndə hansı söz paragraf 3-də verilən tərifə uyğundur? To cause something to get better, daha da yaxşılaşdırmağa səbəb olmaq, yəni təkmilləşdirmək, yəni improve feili bizim doğru cavabımızdır. Match the halves, uyğunlaşdırın. To eat healthy food, sağlam qida yemək. To stay healthy, sağlam qalmaq. To relax your mind, zehnini rahatlaşdırmaq. BCA, doğru cavab D variantı. Match the halves, uyğunlaşdırın. To be passive, pasiv olmaq. To take medicine, dərman qəbul etmək. To have a temperature, qızdırması olmaq. CAB, doğru cavab A variantı. Choose the words that correctly combine with the word ache. Yəni ache sözünlə birləşib yeni bir söz əmələ gətirə bilən, mürəkkəb isim əmələ gətirən sözlər hansılardır burada? Ache ağrı deməkdir. Stomach ache qarın ağrısı və backache bel ağrısı. Digərləri uyğun gəlmir. Doğru cavab A variantıdır. Make up a sentence, cümlə qurmalıyıq. What's wrong with him? Ona nə olub? Cümləsi doğru cavabımız olacaq. 5-1, 4, 3 və 2. Doğru cavab C variantı. Complete the sentence with one suitable word. Verilən cümlədə uyğun gələn sözü yazmalıyıq. I have a sore throat olacaq. Yəni boğaz ağrıyır. Sore throat düzgün
seçimdir. Why did Emma write to Daniel? Emma Daniel'a niyə yazıb? Hi Daniel, salam Daniel. I hope you are feeling better now. Ümid edirəm ki, indi özü yaxşı hiss edirsən. Take care and get some rest. Özündən müğayət ol və biraz dincəl. Let me know if you need anything. Əgər nəyəsə ehtiyacın olsa mənə xəbər et. Your friend Emma, sənin dostun Emma. To invite him to a party, onu partiya çağırır. Xeyr. To cancel their plans, planlarını ləğv edir. Xeyr. To ask for help, kömək istəmək üçün yazıb. Xeyr. To check on his health, onun sağlamlığını yoxlamaq üçün yazıb. Doğru cavab D variantı. What does Emma tell Lucy? Emma Lucy'yə nə deyir? Hi Lucy, salam Lucy. I found the book you were looking for. Axtardığın kitabı tapmışam. I can bring it to school tomorrow if you still need it. Hələ də sənə lazımdırsa o kitabı məktəbə sabah gətirə bilərəm. Let me know. Mənə xəbər et. Your friend Emma, dostun Emma. Burada hansı fikir ortaya çıxır? She lost a book. O kitabı itirib. Xeyr. She wants to borrow a book. O kitabı borc almaq istəyir. Xeyr. She found the book and offers to bring it. O kitabı tapıb və gətirməyi təklif edir. Bəli. She forgot about the book. O kitab haqqında unudub. Xeyr. Doğru cavab C variantı. Choose the correct variant. Düzgün variant seçin. You go to bed early to stay healthy. Sağlam qalmaq üçün erkən yatmağa getməlisən olmalıdır. Should. Doğru cavab D variantı. Choose the correct variant. Düzgün variant seçin. Much water should we drink daily? Gündəlik biz nə qədər su içməliyik? Nə qədər? Water. How much? Doğru cavab C variantı. Choose the correct variant. Düzgün variant seçin. Time do you usually wake up in the morning? Səhər adətən oyanırsan. Neçədə? Yəni what time? Doğru cavab B variantı. Choose the correct variant. Düzgün variant seçin. Should I eat more vegetables because they are healthy and full of vitamins? Yəni nəyə görə, nə üçün mən daha çox tərəvəz yeməliyəm? Çünki onlar həm sağlıqlıdır, həm də vitaminlərlə zəngindir. Yəni sualımızı verəcək why, nə üçün? Doğru cavab B variantı. Choose the correct variant. Düzgün variant seçin. It's raining outside. You shouldn't use umbrella. Çöldə yağış yağır. Sən gərək ki çətirini unutmayasan. Should modal feili ümumiyyətlə özündən sonra feilin sadə formasını, yəni tuzsuz məsdər formasını istəyir. O da forget. Doğru cavab D variantı. Choose the correct variant. I was hungry so I ate. Ac idim, ona görə də yedim. Nəsə yedim. Something. Düzgün cavab D variantı. Choose the correct variant. Düzgün variant seçin. The party was great. Şənlik möhtəşəm idi. Was dancing. Yəni ki, hər kəs rəqs edirdi. Doğru cavab C variantı. Choose the correct variant. Düzgün variant seçin. I can't find my book in my house. Evimdə kitabımı tapa bilmirəm. Yəni can't inkar olduğuna görə N-nin tərəməsidir və evdə heç bir yerdə mənasında. Doğru cavab B variantıdır.